Allah. İndi mən uşaqlar danışacağım sizlərlə kompleks ədədlərdən. Rahat mövzu, diqqətlə qulaq asın. İmtahanda qarantili bir sualınız kompleks ədədlərdəndir. Kompleks ədədlər deyəndə, birinci növbədə bu kompleks ədəd anlayışı hardan yaranıb onu deyim sizə. Ümumiyyətlə, görmüsünüz, bəzən kvadrat tənliyi həll eləyəndə diskriminanta bərabərdir, mənfi tapırıq. Məsələn, -16. Deyirsiniz, müəllim, bunun tənliyin həlli yoxdur, kökü yoxdur. Əslində var. Sadəcə həqiqi kökü yoxdur. Xəyali kökü var. Yəni, onun həqiqi kökü yoxdur deyə kompleks kök anlayışı yaranır. Bu mənfini buradan itirərək, həmin mənfinin yerinə bir dənə i kvadratı yazırlar ki, mən bunu kök altına yazanda buradan nəsə çıxsın. Deməli, onda yeni bir ədəd anlayışı daxil olundu. Həmin ədədə də i hərfinə işarə olundu və i-nin də adı olacaq burada xəyali vahid. Xəyali vahid. Özümüzdən, xəyalımızdan bir ədəd daxil edilə bil ki. Xəyali vahid adlanacaq burada. Ümumiyyətlə, kompleks ədədləri biz işarə eləyəcəyik Z hərfindən. Z kompleksin işarə olunma formasıdır. Kompleks ədədlər yazılır A üzərinə gəlinsin B, I şəklində. Burada A-nın adı həqiqi hissədir. Həqiqi hissə. B-nin adı isə xəyali hissədir. Çünki i özü xəyali ədəd olduğuna görə, bax buradan xəyali vahid olduğuna görə qabağındakı ədəddə xəyali hissə sayılacaq. Xəyali hissə. Bu əsas düsturdur. Bunu öyrənməyiniz lazımdır ki, Z bərabər necəyə yazılır. Bu getdi. İndi uşaqlar, kompleks ədədlər haqqında nələr bilmək lazımdır? Birinci növbədə, kompleks ədədin qoşması. Qoşma uşaqlar Z-in üzərində xəttlə işarə olunacaq. Z-in üzərində xətt görəndə bilin ki, kompleks ədədin qoşmasından söhbət gedir. Və kompleksin qoşması deyəndə mütləq şəkildə i hərfinin işarəsi dəyişəcək. Başqa bir şey dəyişmir. Yazıram bura. i-nin əmsalının işarəsi dəyişir. Əmsalının işarəsi dəyişir. Məsələn, bir neçə nümunə yazacağım. Z-in özü olsun, 3 üzərinə gəlinsin, 4i. Qarşısına qoşmasını yazıram. Z üstün xətt olacaq. Burada 4i-nin işarəsi dəyişəcək. Olacaq -4i. 3 çıxılsın 4i. Və yaxud da yazıram belə. Z bərabərdir. -2 çıxılsın, məsələn, i yazıram. Burada -2-lə işiniz yoxdur. Siz gedəcəksiniz, i-yə baxacaqsınız. -2 qaldı. Bu -i-ni dəyişirsən, eləyirsən müsbət i. Və yaxud da Z bərabərdir. -5i üzərinə gəlirsin 6. Gedib burada plus 6-nı minus 6 eləməyin ha. Dediyim kimi i-nin işarəsi dəyişir. -5 idi, dəyişib olacaq müsbət 5i. Plus 6 da öz yerində. Sizin dəyişəcəyiniz şey ancaq və ancaq i-nin işarəsidir. Başqa bir şey dəyişməyə ehtiyac yoxdur. Gəlirəm indi ikinci kompleks ədədin modulundan danışmağa. Modul deyəndə uşaqlar, A üstə gəlinsin, B-i yazılan formatda kompleks ədədlərdə ancaq A-nı və B-ni götürürsünüz. İşarələrə fikir verməyin ki, qarışdırmayasınız. Modul Z bərabər kök altında olacaq A-nın kvadratı, üzərinə gəl B-nin kvadratı. İşarəyə baxıb da özünüzü çaşdırmayın. Məsələn, yazır ki, birinci nümunə kimi yazıram belə N1. Z bərabərdir, məsələn, yazıram ki, 4 üzərinə gəl 3i. Bunun modulunu tapmaq üçün yazıram modul Z bərabər kök altında 4-ün kvadratı üzərinə gəl 3-ün kvadratı. I ilə işimiz yoxdur. Toplayanda bunlar eləyəcək 25. Buradan da çıxacaq məsələni 5. Və yaxud da belə bir şey yazıram. Nümunə 2 olaraq. Deyirəm ki, Z bərabərdir. -6 üzərinə gəlinsin 8i. Mənim oradakı mənfi işarəsində işim yoxdur. Yazıram ki, modul Z bərabər kök altında 6-nın kvadratı üzərinə gəl 8-in kvadratı. Bu da eləyəcək kök altında 100. Buradan da çıxacaq cavab olaraq 10. Yəni sizin işarələriniz burada önəmi daşımayacaq ki, orada müsbət yazım, yoxsa mənfi yazım. Sadəcə həmişə müsbət yazılır. Düşünməyinizə ehtiyac yoxdur. Misal dəyişirəm. Ola bilər belə verilsin. 4 üzərinə gəlinsin 3i vurulsun. Məsələn, 1 çıxılsın i bölünsün 3 çıx 2i. Deyir, bunun modulunu tapın. Modulunu tapın. Modulu bərabər sual yazıram.
Belə misallarda durub da mötərizəni açım, ay nə bilim, başına oynatım, sadələşdirim elm ehtiyac yoxdur. Elə yerindəcə ayrı-ayrılıqda hamısının modulunu tapın. Birinci kök altında 4-ün kvadratı, üzərinə gəl 3-ün kvadratı. Vur olsun ikinci mötərizədə inin qabağı 1-dir, normalda yazılmır. Yazıram onda 1-in kvadratı, üzərinə gəl 1-in kvadratı. Məxrəzdə kök altında 3-ün kvadratı, üzərinə gəl 2-nin kvadratı. Baxın, orada mənfi 2 yazılıb. Mənə işarə maraqlı deyil. Onsuz da kvadrat var deyə sadəcə 2 yazıram. Olacaq birincidə 4-ün kvadratı 16, 3-ün kvadratı da 9. Toplayanda eləyəcək. Bura 25. Vur olsun. İkincidə 1 ilə 1 toplayanda 2 eləyəcək. Aşağıda isə 9 1 eləyir. 4 1-i toplayanda eləyəcək 13. Bərabərdir. Yuxarıda 25-dən çıxır 5, qalır kökdə 2, bölünsün kökdə 13. Tutaq ki, belə cavab yoxdur. Onda nə edəcəyik? O zaman irrasionallıqdan az eləyəcəksiniz. Aşağını da, yuxarını da kök altında 13-ə vuracaqsınız. Da bərabər olacaq. Aşağıda 13, yuxarıda 5, kök altında 2-ni 13-ə vuranda 26-ca. Bu şəkildə də verilə bilər. İynə əhəmiyyəti burada yoxdur. Modulu tapanda onsuz da o bizə bir şey verməyəcək. Çünki modulun cavabında, düsturuna baxın, a kvadrat üstəgəl b kvadrat yazılıb. Yəni əmsalların kvadratlarının cəmi götürülür. İynin yox. Bu bərabər oldu, belə getdi. İndi uşaqlar, baxaq nəyə? Bəli, ancaq plus olur. Mənfi olsa da kvadrat var deyə müsbətə çevrilir. Bu getdi. Modulla danışdıq. İndi uşaqlar, belə bir düstur yazım sizə. Kompleks ədədin özü ilə qoşmasının hasili nə verir bizə? Və bunun əslində birbaşa düsturu belədir. A kvadratı üzərinə gəlinsin B kvadratıdır. Bu hardan gəlir? Z-in özü bilirik ki, A üzərinə gəlinsin B idi. Z-in qoşması da deyəndə i-nin dəyişən işarəsini yazıram, A çıxılsın B i. Deyir, bunların hasilini tap. Z-i vururam, Z üstü xəttdir. Yəni A üzərinə gəlinsin B i. Bir dəfə də alınır burada A çıxılsın B i. Bu da müxtəsər vurma düsturudur. Z vur Z üstü xətt bərabər. Birincini birinciyə vururam. A-nın kvadratı çıxılsın B kvadratı və i kvadratı. O da uşaqlar i kvadratının yerinə bayaqları yuxarıda göstərdiyim ki, lap ilk başlayan zaman bu mənfi biri, mənfini itirmək üçün yerinə i kvadratı yazırlar. Deməli, i kvadratı mənfi biri ifadə elədi. Mən bunun yerinə mənfi 1 yazsam, bu mənfi 1 də qabaqdakı mənfiyə vurulsa, düstur olaraq alınacaq ki, a kvadrat üzərinə gəlinsin b kvadratı. Buradan çıxıb gəldi. İndi i-nin qüvvətlərinə baxalım. Çünki artıq bizə i-nin qüvvətləri lazımdır. I-nin qüvvətləri. I-nin qüvvətləri uşaqlar deməli necə olacaq? Yaxşı oldu. İ-nin qüvvətləri deyəndə uşaqlar, i-nin üzərində 1 qalırsa elə i-nin özü deməkdir. I-nin kvadratı bizə verəcək mənfi 1. I-nin kubu bizə verəcək mənfi i. I-nin üzərində 4 yazıram. Bu da bizə verəcək müsbət 1. Ümumiyyətlə, hər zaman i-nin qüvvətlərini 4-ə bölmək lazımdır. 4-ə bölmək lazımdır. 4-ə bölmək lazımdır. İndi uşaqlar, əgər qalıq qalmasa, yəni qalıq 0 olsa, o da bizə 1 verəcək. Çünki ədədləri məsələn 4-ə böləndə qalıq qalmayanda 0 sayılır da. Yerinə 0 yazıram, i üstü 0, o da bizə 1 verəcək. Məsələn, deyir ki, i-nin üzərində 77 nəyə bərabərdir? Gəlirəm 77-ni bölürəm 4-ə. Düşəcək 18 dəfə 4-ün, 19 dəfə 4-ün 76, qalıq qaldı burada 1. Deməli, i-nin üzərinə mən 1 yazmalıyam. I üstü 1 də elə i-nin özünü verəcək. Məsələn, ikinci, görürsən i-nin üzərində 2008 yazıram. 2008. Böyük ədədlər veriləndə son iki rəqəmə baxıram. 8-i 4-ə böləndə qalıq qalırmı? Xeyr. 0 yazıram. O da bizə 1 verəcək. Sonra, məsələn, yazıram i-nin üzərində 8-in üzərinə gəlinsin 17. Uşaqlar, burada 8 yəni onsuz da 4-ə bölünür. Mənə lazımdır 17. 17-ni 4-ə böləndə 4 dəfə 4, 16 qalıq 1 qaldı. i-nin üzərinə 1 yazmalıyım. Elə mənə bu qayıdıb i-nin özünü verəcək. Məsələn, yazıram i-nin üzərində 67. 4-ə böləyin. 67-ni 4-ə böləndə 4 dəfə, 16 dəfə 4, 64, qalıq 3 qalacaq.
i'nin kubu bir də bizə verəcək nəyi? Mənfi i'ni verir qiymət olaraq. Bəli, qayda olaraq yazmışam da. Burada hamısını da 4-ə bölmək lazımdır Nigar. Bütün hamısını da 4-ə bölürsən. Başqa şey yoxdur. 4-ə böl, qalığı inin qayda üzərinə yaz. Və sonluqda bax gör, bu çərçivəyə aldıqlarımdan hansı qalıq qalıb səndə? Hansı qalıbsa, onda cavabını qabağına yazarsan, gedəcək. Bu öz yerində. Bəzən belə verir. Tənlik şəklində, bu enlə yazdığım kimi, bəzən də burada ədəd şəklində verəcək, hesablayacaqsan. Bunun misal forması da var. Deyir, məsəl üçün, i üzərində 17, üzərinə gəlinsin, i üzərində 41, i üzərində 68, üzərinə gəl, i üzərində 101, bir sadələşdir. Nəyə bərabərdir? Neynirəm? 17-ni 4-ə bölürəm. 4 dəfə 4, 16, qalıq qaldı 1. İn üzərinə 1 yazıram. Plus, in üzərində 41-i 4-ə bölürəm. 4 dəfə 10, 40, qalıq qaldı 1. Üzərinə gəl. 68 4-ə bölürəm. 17 dəfə qalıq qalmış 0 yazıram. 101-i 4-ə böləndə qalıq. Gəlin bu 101-i dəyişim 103 eləyim məsələni. 103-ü 4-ə böləndə 25 dəfə 4 100 eləyir. Qalıq qalacaq burada 3. Neyəcəksindir? i üstü 1 ilə i'nin özünü verəcək. Yenə i üstü 1 ilə i'nin özünü verəcək. İ'nin üzərində 0 bizə 1 verir. İ'nin kubu da bizə mənfi i verəcək. Bu da bərabərdir. Bax, mənfi i ilə müsbət i gedəndən sonra qalacaq burada i üzərinə gəlinsin 1. Cavab qaldı bu şəkildə. Sonra bəzən misallar belə verilir. Deyir, Z1 bərabərdir 2, üzərinə gəlinsin 3i. Z2 də bərabərdir. Məsələn, yazıram 4 çıxılsın 5i. Deyir ki, burada nələr soruşur? Gəlin bir misalın içində bir neçəsini gedək. Birinci soruşuram sizdən Z1 üzərinə gəl Z2 cəmini. Nə edəcəksiniz? Gətirirsiniz sıra ilə yazıb toplayırsınız. Z1-in yerində durur 2 üzərinə gəl 3i plus Z2-nin də yerində durur 4 çıxılsın 5i. Toplayanda 2 ilə 4 toplayıram 6, 3 ilə də mənfi 5-i mənə verir mənfi 2. Toplamasıyla işimiz qurtardı. Keçirəm indi bunların çıxılmasına. Fərqini soruşur. Deyir Z1 çıxılsın, Z2 nəyə bərabərdir? Bu zaman Z1-in özünü köçürdürsünüz. Yəni 2 üzərinə gəl 3i. İndi çıxılsın yazıram. Qabağa mənfi atdığıma görə bunun işarəsi dəyişəcək. Olacaq minus 4 plus 5i. Bu da bərabər. 2-dən 4-ün çıxanda qalır mənfi 2. 3i müsbət, 5i müsbət. Bunlar da bizə verəcək 8i. Cavab olacaq bu şəkildə. Sonra, indi baxıram bunların hasilinə. Z1 vurulsun Z2. Yazıram o zaman mötərizə daxilində. Z1-in qiyməti 2 üzərinə gəlinsin 3 idi. Z2-nin də qiyməti 4 çıxılsın 5 idi. Mötərizəni vurub açıram adi, çox ədilin vurublara ayrılması kimi. Bu mötərizəsinin açılışı kimi. 2-nə vurdum 4-ə, olacaq 8. 2-nə vurdum mənfi 5-ə, olacaq mənfi 10i. Daha sonra 3-ini 4-ə vuranda olacaq müsbət 12i. 3 ini 5-iyə vuranda bir müsbət biri mənfidir, olur mənfi 15 i'nin kvadratı. Bu da bərabərdir. Nə olacaq indi burada? 8 qaldı öz yerində. Mənfi 10 i'nin üzərinə 12 i gələndə biri mənfidir, biri müsbətdir. O zaman böyükdən kiçiyə çıxır, böyüyün işarəsini yazırsınız deyə müsbət 2 i verəcək. Hə, indi baxıram nəyə? Əsas məsələ burada nədir? İ'nin qüvvətlərini görəndə i'nin üstü həmişə 1 olmalıdır, i olmalıdır. Kvadrat, kub, 4, 5, 8 heç nə ola bilməz misallarda. İ'nin üzərində 2 var. Bu da bizə nə verirdi yuxarıda? Bayaqlar öyrəndik ki, i'nin kvadratı mənfi 1 verir. İ'nin kvadratının yerinə mənfi 1 yazsam, mənfi 15-i mənfi 1-ə vuranda müsbət 15 edir. Ümumiyyətlə, belə yadda saxlayın ki, harada i kvadratı varsa, silin, qabağındakı işarəni dəyişin. Müsbətdirsə mənfi eləyin, mənfidirsə müsbət eləyin. Bu da bərabərdir. 8 ilə 15 ikisi də müsbətdir. Toplayırsınız 23 eləyəcək. Müsbət 2 i də olduğu kimi qaldı. İndi mən bunları uşaqlar bölməsini yazmayacağım. Onu sözlə deyəcəm sizə. Kompleks ədədin cəbri şəkildə göstərilişi. Sualda belə düşür. Kompleks ədədin cəbri şəkildə göstərilişi. Cəbri şəkil, bax bu yuxarıda aldığımız cavablar cəbri şəkildə. Yazılış yazıram qısaca. Məsələn, deyirəm ki, 2 üzərinə gəlinsin i, bölünsün 1 çıxılsın i. Cəbri şəkildə göstərilir bu kompleksləri. Elə bu komplekslərin bölünməsi də deməkdir eyni zamanda. Belə misalları yazarkən yadda saxlayırsınız ki, məxrəc nədirsə, məxrəcin qoşmasını
həm surətə, həm də məxrəcə yazmalısınız. Bir çıx i-nin qoşması bir üstəgəl i-dir. Mən həm aşağı yazıram bir üstəgəl i-ni, həm də yuxarı yazıram. Aşağıda hər zaman deyirəm, müxtəsər vurma düsturu alınır. Birincini birinciyə vurursunuz, ikincini ikinciyə vurursunuz. Biri birə vuranda alınacaq 1, mənfi i-ni i-yə vuranda olacaq mənfi i-nin kvadratı. Yuxarıda adi mötərizəni vurub açılmaz şəklində açırsınız. 2-ni vurduq 1-ə, alınacaq 2. 2-ni vurdum i-yə, olacaq plus 2i. Daha sonra i-ni vuran 1-ə olacaq müsbət 1i və i-ni vururam i-yə olacaq i-nin kvadratı. Bunu yazdım. Bərabər. Harda i kvadratı var? Sil, işarəni dəyişdirmişəm. 2 üzərinə gəl. 2i ilə i mənə verəcək 3i. I kvadratında yerinə mənfi 1 yazdım. Aşağıda 1 çıx, mənfi 1 demək də bu. I kvadratının qiyməti. Yuxarıda 2-dən birini çıxanda 1 qalır. Plus 3i öz yerində olacaq. İndi aşağıya baxaq. 1 plus 1 verəcək. Çünki 2 dənə mənfi toqquşub bizə müsbət verir. 2. Cavab ya bu şəkildədir. Baxın, gör neçə versiya cavab var bunun. Ya cavab bu şəkildədir. Bu birinci hal. Ya ayrı-ayrı kəsrlərdə yazır. Bir dəfə 2-də 1 yazır. Plus 2-də 3-ü yazır. Ya deməli bu şəkildə olacaq. Ya da bunu vergülə çevirəcək. 1-i 2-yə böləcək. 0,5 yazacaq. Plus 3-ü də 2-yə böləcək. Yazacaq bura 1,5i. 3 dənə cavabdan hər hansı biri qapalı sualların variantında olacaq. Yoxsa açıq sual olsa hansı variantda istəsən saxlaya bilərsən. Ehtiyac yoxdur ki, bunu bölüm ayrı-ayrılıqda da yazın. Bu belə. İndi bunu sizə sualın şərtində verdi ki, kompleksdə cəbri şəkildə göstərin. Bu şərtə uyğun yazdıq. Əgər elə şərt verməsə, desə məsələn Z1 bərabərdir 3 minus 2i, Z2 də bərabərdir 1 üzərinə gəlinsin. Məsəl üçün 3i yazıram. Və məndən soruşur ki, Z1 bölünsün Z2 nisbəti nəyə bərabərdir? Gəlin indi qiymətləri yerinə yazaq, hesablayaq. Z1-in qiyməti 3 çıxılsın 2i. Z2-nin qiyməti 1 üzərinə gəl 3 idi. Bunu yazandan sonra dediyimiz kimi həm məxrəcə, həm surətə məxrəcin qoşmasını yazmaq lazımdır. Yəni yazıram bura 1 plus 3i, qoşması 1 minus 3i-yə bərabərdir. Yuxarıda isə 3 minus 2i-nin özünü yazıram. Qoşması da aşağıya yazdığımı yazıram da 1 çıxılsın 3i. Bu misalı iki cür verə bilər. Bir dediyim kimi şərti özü verəcək, kompleksləri cəbri şəkildə yazın. Bir də verəcək nisbəti tapın. Bərabərdən sonra mötərizəni açanda aşağı həmişə müxtəsər dedik. 1-i 1-ə vurursunuz. 1. 3i-ni də mənfi 3-yə vuranda mənfi 9i-nin kvadratı eləyəcək. Surətdə isə mötərizəni vurub açaq. 3-ü 1-ə vuranda 3. 3-ü mənfi 3-yə vuranda mənfi 9i olacaq. Mənfi 2i-ni 1-ə vuranda olacaq mənfi 2i. Mənfi 2i-ni mənfi 3i kvadrata vuranda müsbət 6i-nin kvadratı alınacaq. Bərabərdir. I kvadratlarının yanında siləndən sonra işarəni dəyişmək lazım. Olacaq 1 plus 9. Yuxarıda 3. Mənfi 9i, mənfi 2i. Bizə verəcək mənfi 11i. Burada plus 6-dırsa i kvadratı var deyə işarəni dəyişib minus 6 eləyirəm. Yuxarıda alınacaq o zaman mənfi 3-dən 6 çıxanda qalır mənfi 3. Mənfi 11i öz olduğu kimi qalacaq. Aşağıda isə 10. Ya cavab belədir, ya buradan nə edə bilər? Ayrı-ayrılıqda mənfi 10-da 3, çıx 10-da 11i, ya da yaza bilər belə. Mənfi 0,10-da 3, çıx 1,10-da 1i. Hər üç cavabdan hər hansı biri variantlarda ola bilər. Bu nisbətlə işimiz qurtardı. İndi uşaqlar, gələyində kvadrat tənliyin qurulması var burada. Kvadrat tənliyin qurulması. Kvadrat tənliyi quranda, deməli sizə sualın şərtində 2 dənə şey verəcək. Bir dənə də verə bilər, 2 dənə də verə bilər. Amma minimum biri olacaq. Deyir ki, kökləri məsələn 3 çıx 2i və 3 üzərinə gəl 2i olan tənliyi qurun. Nə edəcəksiniz? Kökləri deyirsə, deməli bu x1-dir. x1 bərabərdir 3 minus 2i-yə bərabərdir. x2 də 3 plus 2i-yə bərabərdir. Uşaqlar, V-lə istifadə edəcəksiniz. Birinci, kökləri cəmi. İkinci, kökləri hasil tapacaqsınız.
Toplayanda alt-alta baxıram. 3-ün üstü 3 gəlirəm 6. Mənfi 2, müsbət 2 getdilər. İndi vurmasınlar. 3-ü vururam 3-ə 9 minus 2 ini 2-yə vuranda mənfi 4-inin kvadratı. Bu da demişəm ki, kvadratı olduğu yerdə sir işarəni dəyiş. 9 plus 4 deməkdir bu. Bu da eləyəcək 13. Viyetin qaydasında demişik ki, tənliyin kökləri cəminin əksi götürülür. Hasildə isə özü götürülür. Onda tənliyi belə qura bilərik ki, x-in kvadratı 6-dırsa yazıram mənfi 6x, 13-ün də özünü yazıram. Bərabərdir 0. Bu da oldu bizim tənliyimiz. İndi misal 2-də necə verə bilər? Deyəcək ki, tənliyin köklərindən biri məsələn, 4 üzərinə gəl 5i olarsa, kvadrat tənliyi qurun. K-ı yazıram qısaca. Tənliyi qurun. Deməli uşaqlar, tənlik köklərindən biri deyirsə, x1-ə bərabərdir. 4 üzərinə gəlirsin, 5 idi. Avtomatik sən deyərsən ki, mən kompleks ədəd işləyirəm. Tənliyin 1, 2, biri 4 üstə gəl 5 idisə, avtomatik digəri 4 çıxılsın 5 i. Yəni bunun qoşması olacaq. Hər zaman köklər qoşma ilə verilir. Bunu unutmayın. İndi bir dəfə bunların cəmini tapmalıyam. x1 üstə gəl x2. Alt-alta baxıram. 4 ilə 4 toplayıram 8. 5-lər gedir onsuz. Bir dəfə də vurması. x1 vurulsun x2. 4-ü vururam 4-ə. 16 çıx. 5-i 5-ə vuranda 25 i-nin kvadratı. Bu da eləyəcək 16 plus 25. Yəni 41. Deməli onu tənlik quranda x-in kvadratı 8-dirsə götürürük buradan mənfi 8x. Bəli alt-alta toplayırıq. Plus 41-in də özü bərabərdir 0. Bu da olur sənin kvadrat tənliyin. Qurmuş oldu. İndi baxaq nəyə? Məsələn, sualı dəyişib belə də yaza bilər. Üçüncü nümunəndə yazıb bu sualına yekunlaşdıraq. Deyir ki, x kvadratı üzərinə gəlinsin ax, üzərinə gəlinsin c. Deyir tənliyinin köklərindən biri məsələn 2 çıxılsın 7i olarsa c bərabərdir suala. İndi uşaqlar, x1 yazıram ki, 2 çıxılsın 7i-yə bərabərdir. Onda x2 də bunun qoşmasına bərabərdir. Yəni 2 üzərinə gəlinsin 7i-yə. Mən baxıram ki, bu c nədir? C tənliyin köklərinin hasilidir. Yəni V7-də x1 vurulsun x2 deməkdir. Deməli, mən də elə bunların hasilini tapsam, c-ni tapmış olacam. Yəni 2-ni vururam 2-yə 4, 7-ni də 7-yə vuranda mənfi 49 i-nin kvadratı. Uşaqlar, kvadrat varsa işarəni dəyişirəm. 4 plus 49. Cavabımız eləyəcək 53. Qurtardı, getdi. Yəni burada qeyri-adi bir şey yoxdur. Bir dənə də B-ni soruşsun, A-nı soruşsun. A bərabər sualda yazsın. A da tənliyin köklərinin cəmidir. Bu birinci olsun, bu da ikinci olsunlar. Yəni x1 üzərinə gəl x2. Amma əksi, yadda saxlayın, əksi demək demişəm. Onu da yazıram. A bərabər alt-alta toplayıram. 2 ilə 2-ni toplayıram 4. Amma qabağına mənfi qoyacağım. Çünki əkisini götürür həmişə. Qurtardı, getdi. Elə bu kökü də tənliyin kökü 2 çıxılsın 7, 2 üstə gəlsin 7 idi. Sonra kökünü belə soruşa bilər ki, məsələn, topluda sual olmalı idi. Bir dənə təxmini yadıma salım, belə olmalı idi. Deyirdi ki, 4x-in kvadratı üzərinə gəlinsin 4x üzərinə çıxılsın 4x üzərinə gəlinsin 5. Dəqiqə gözlüyüm bunu silim. Deyir kvadrat tənliyin, qıvı tənliyin yazıram qısaca. Köklərini tapın. Kökləri bərabərdir sual. Baxıram ki, burada x1, x2, viet qaydası keçməyəcək. Niyə? Çünki bərabər 0 yazmayıb mənə. Onda diskriminant tapırsınız. D bərabərdir. B-nin kvadratı, yəni 4-ün kvadratı. Çıx, buradakı 4, vur 4, vur 5. Düstur nə idi diskriminantda? B-nin kvadratı çıxılsın 4AC-dir. Burada qiymətləri yerinə yazıram. X1-in düsturu nə idi? Mənfi B üzərinə gəl kök altına diskriminant bölü 2A-dır. X2-nin də düsturu mənfi B çıxılsın kök altında diskriminant bölünsün 2A-dır. Bunların hər üçündən istifadə edərək biz kökləri tapacağıq.
Bu bərabərdir. 4'ün kvadratı 16. Bunlar da vuranda 80. 16'dan 80 çıxanda gördük mənfi 64 alındı. Mənfi 64 isə bu kökdən çıxmayacaq axı. Biz kompleks işləyirik də. Gelib deməyin ki, müəllim mən getdim diskriminanta mənfi tapdım. Niyə boşluqluq olsun ki? Mənfi tapdımsa, o mənfini itirmək üçün bayaq dedim axı. Bunun yanına i'nin kvadratı yazmaq lazımdır ki, kökdən çıxsın. Bunu tapdım. İndi gəl x1, x2-ni tapaq. X1 bərabərdir. Buradan B-nin qiyməti mənfi 4'dür. Düsturda qabaqda bir dənə mənfi var deyə müsbət 4 olacaq. Plus bunun kökü altında yazsaq diskriminantda 8 olacaq. Buraya yazıram plus 8 bölünsün 2'ni vururam 4'ə. Düsturda 2 adı. Eləyir 8. X2-ni tapanda ortaya çıxma qoyuruq. 4 çıxılsın 8 bölünsün 8'ə. Yuxarıdan hamısı 4'ə bölünəndə qalır 1 üzərinə gəl 2i böl 4'ə böləndə 2. Aşağıdan hamısını 4'ə böləndə 1 çıx 2i bölünsün 2. Və yaxud da bunu ayrı-ayrı kəsrlərdə də yaza bilərlər. 2'də 1 çıxılsın 2'ni 2'yə böləndə i qaldı. Bərabər. Burada da üstə gəlmədi. 2'də 1, 2'ni 2'yə böləndə çıxılsın i. Bu şəkildə qala bilər. Bu getdi. İndi uşaqlar baxıram nəyə? İmtahanda həmişə istifadə olunan sual tipi nə deyəcəm sizə? Demək olar ki, son illərdə bundan istifadə olunur da. Yazın bura nümunələr. Belə misal var idi orada. Nümunə 1 yazım. Deyir z-in kvadratı üzərinə gəlinsin 64 bölünsün z minus 8 üzərinə gəl. Z-in kvadratı üzərinə gəlinsin olsun 121 bölünsün z plus 11i bərabərdir 16 çıxılsın yazım üstə gəlinsin olsun 4i. Məndən soruşur ki, həqiqi hissəni və xəyali hissəni tapın. Həqiqi və xəyali hissəni tapın. Bunu deməmişdən qabaq sizə gəlin burada bir boşluğun içərisində bir dənə misal izah edeyim. Və buradan. Deməli uşaqlar, ulduz qoyuram buna. Vuruqlara ayırın yazıram. Vuruqlara ayırın. Vuruqlara ayırın deyəndə uşaqlar nə etmək lazımdır? Birinci növbədə məsələn bir tənlik verək. Deyir a kvadratı üzərinə gəlinsin. Tutalım ki 144. Deyir bunu vuruqlarına ayırın. Cavablarda görəcəksiniz ki, i ilə bağlı nəsə var. Deməli, mən nə etməliyəm? Burada müxtəsər vurma üsulunda belə də axı, a kvadratı çıx b kvadratı yaranmalıdır ki, mən vuruqlara ayırım. Bu üstəgəl mən çıxma eləmək üçün bura bir i kvadratı gətirirəm. Bayaqdan i kvadratı da bu mənfilərin, müsbətlərin başına oynasam. Çıxılsın 144 i-nin kvadratı yazıram. Heç nə. Bu da 12'nin kvadratı. Bir dəfə yazıram a çıxılsın 12 i. Bir dəfə də yazıram a üzərinə gəlinsin 12 i. Vuruqlara ayrıldı, qurtardı, getdi. İndi eyni məntiqlə bu misala yanaşsaq və bura. Yuxarıda z kvadratı çıx 64 yazıb. Mən yuxarını bir dəfə yazaram z plus 8i. 64 8'in kvadratıdır axı. Bir dəfə də z minus 8i. Aşağını da özün köçürdürəm. Z minus 8i. Plus sonra yuxarını bir dəfə yazıram. Z plus 11i. 121 11'in kvadratıdır axı. Və z minus 11i. Aşağıda isə olduğu kimi yazıram. Z plus 11i. Və bərabərdir 16 üzərinə gəlinsin 4i-yə. İndi baxın. Z minus 8 ilə Z minus 8. Z plus 11 ilə Z plus 11 getdi. Sırayla birinci qalıb Z üzərinə gəl 8i plus ikincidə qalıb Z minus 11i. Və bərabərdir 16 üzərinə gəlinsin 4i-yə. Heç nə Z ilə Z toplayanda eləyəcək 2Z. Çalışın 2 ilə Z elə yazın ki, qarışdırmayasın. Z 2 oxşuyur belə yazanda. 8 ilə 11'i sağa aparıram. 16 plus 4'inin yanına 11'in gedəndə üstə gəl 11'i və 8 də gedəndə olacaq çıxılsın 8'i. Burada alınacaq 2z bərabərdir 16. 4'ün üstə 11 gələndə 15, 8'in çıxanda 7i. Hər tərəfi də 2'yə bölsəm z-in əmsalına olacaq 8 üzərinə gəlirsin 3 tam onda 5i. Xəyali hissə deyəndə i-nin qabağıdır, həqiqi hissə deyəndə isə i olmayandır. i olmayan həqiqi hissə a bərabər 8-ə, xəyali hissəm isə i-nin əmsalı 3 tam onda 5'ə bərabərdir. Qurtardı, getdi.
Sonra nömrə 2. Xəyali B-dir, i-nin qabağı. Həqiqi də i olmayan A-dır. Sonra indi baxaq nəyə? Bəzən belə də verir bunun sadə versiyasını. Z kvadratı üzərinə gəlinsin 64, bölünsün, məsələn yazır ki, Z minus 8i bərabərdir 22 üzərinə gəlinsin 9i. Deyir buradan A bərabər sual, həqiqi suala, bir də xəyali hissəni tapın deyir. Uşaqlar, bu yuxarını yenə mən Z minus Z plus yazsam, minuslar gedəcək, burada qalacaq Z plus 8-i. Yəni, qısaca həmişə məxrəcin qoşmasını götürüb kop etdiyim bura geçsin. Bərabərdir 22, üzərinə gəlinsin 9i. 8-ini sağa aparın. O da eləyəcək 22, üzərinə gəlirsiniz. 9 idən 8-in çıxanda, bax, qoy açıq yazım, evdə oxuyanda bilin. Çıx 8-i yazıram. Z də bərabərdir 22, üzərinə gəlirsin i qaldı. İndi buradan həqiqi hissə A bərabərdir 22-yə, B də bərabər durub i yazmayın ha bura. İn əmsalını götürürsünüz. İn əmsalı heç nə yox deyə 1 deməkdir bu. Deməli, həqiqi hissəmiz 22, xəyali hissəmiz